Hər bir ayənin, hər bir surənin təfsiri var, səbəbi var, nə haqqında gəldikliyi var. Şıxaliyev, indiyə qədər kimsə bu mövzuda dinləməmişdim, amma sənə deyirəm. Zəhmət olmasa Əhzab surəsi 32 səbəb nüzulunu mənə dinlə. İcazə verin onu mən internetdən tapana qədər qısa bir sual verin. Onlar onu tapana qədər qısa. 200 dənə sual verməyə icazə verəcəm sənə. Özün qapı getməsən təbii ki. Əhzab surəsi necə? Əhzab surəsi 32-ci ayətin səbəb nüzulu. Ey peyğəmbər, zövcələri, siz qadınlardan Peyğəmbərin zövcələri. Bəli. Siz qadınlardan heç biri kimi değilsiniz. Ey peyğəmbərin zövcələri, siz qadınlardan heç biri kimi değilsiniz. Əgər Allahdan qorxursunuzsa, danışarkən nazlana danışmayın ki, qəlbində xəstəlik olan kəs tamaha düşməsin, düz və ciddi söz desin. Kişi, bu bir kere sessiz al da onu, sessiz al telefon. İndi sən bayaqlarım özünüz dilindən dedik ki, hər bir ayətin enməsi bu səbəbi vardır, düzdür? Bəli, siz bunu məndən yaxşı bilirsiniz. Ay, indi mənə deyən görüm, indi mənə deyən görüm peyğəmbərin xanımları, zövcələri və hansı zövcəsi kimlə nəzərdə danışır ki, bu ayət gəldi. Səbəb nüzul zəhmət olmasın. Məndən soruşursun o səbəbin nüzulun? Mən onun səbəbin nüzulun bilməyə bilərəm. Telefonu sessiz al əzim, hörmətsizlik eləmə yayına. Mən onun səbəbin nüzulunu bilməyə bilərəm, çünki mən təfsir alimi deyiləm. Gətir, tap, gətir. Sizə onun təfsiri lazımdır da, izahı lazımdır. Səbəbin nüzulu lazımdır, tap, gətir. Çünki mən bilirəm onun səbəbini. Amma bunu tapana qədər sən bilmirsən. Aydındır. Ola bilər mən bilmirəm. Burada eyib nə var ki? Sizin də bilmədiyiniz bir şey ola bilər. Görəcəksən, tapanda eybi görəcəksən. O demək deyil ki, siz çılpaqlığı ilə məruz qalacaqsan o eybi. Herkese salam əziz dinləyicilər. Yeni podcast bölümümüzdə xoş gördük. Bəli, bugün masamızda yenə TikTok fəlsəfəçisi, sosial şəbəkələrin sevimli və bir o qədər də savadsız ateisti Çevik bəyin növbəti şousu var. Şou lap yerində düşdü. Bu adam dini bilikləri, xüsusən də təfsir elmini o qədər də dərindən bilməyən bir yayıncını tapıb və başlayıb ona psixoloji manipulyasiya etməyə. Öz aləmində elə bilir ki, dahi bir mütəfəkkir kimi qarşı tərəfi küncə sıxışdırıb. Atalarımız nə gözəl deyib. Boş çəllək çox səs salar. Çevikin etdiyi tam olaraq budur. O, Əhzab surəsinin 32-ci ayəsini ekrana gətirib, ey peyğəmbərin zövcələri, nazlana danışmayın qismini oxuyaraq yayınçıya deyir ki, mənə bu ayənin səbəbi nüzulunu de. Və ən gülməlisi, arxasınca o məşhur bayağı tələsini qurur. De görüm, hansı zövcə kiminlə nazlanaraq danışdı ki, bu ayə gəldi? Yəni adam 1400 il əvvəldə maqazin xəbəri axtarır. Cəhalətin bu qədərinə ancaq xüsusi təhsil almaqla çatmaq olar. Gəl bu çevikin bəsit məntiqini elmi şəkildə darmadağın edək. Birinci məsələ, preventiv, yəni qabaqlayıcı qanunları reaktiv, yəni cəzaverici qanunlarla səhv salmaq xətası. Ay, sağ ol. Hüquqda və sosiologiyada çox bəsit bir qayda var. Əgər dövlət sükan arxasında telefonla danışmaq qadağandır deyə bir qanun çıxarırsa, bu o demək deyil ki, qanun çıxan gün bütün sürücülər telefonla danışıb qəza edib. Çevikin bəsit məntiqi ilə yanaşsaq, gərək o yol polisinə yaxınlaşıb desin ki, mənə bu qanunun səbəbi nüzulunu de. De görüm, sən bu qanunu yazanda kim sükan arxasında telefonla nazlana danışırdı? Bu qədər absurd, bu qədər qeyri-elmi bir yanaşma ola bilməz. Qanunlar gələcəkdəki riskləri, təhlükələrin qarşısını almaq üçündür. Oğurluq etməyin qanunu kimsə oğurluq etdiyi üçün deyil, cəmiyyəti qorumaq üçün qoyulur. Əhzab surəsinin 32-ci ayəsi də hər hansı bir cinayətə və ya səhvə reaksiya deyil. Bu, cəmiyyətin ən ali xanımları üçün müəyyən edilmiş mükəmməl bir davranış və etika kodeksidir. İkinci ən böyük rəzaləti isə səbəbi nüzul, yəni nazil olma səbəbi anlayışını təhrif etməsidir. O elə bir illüziya yaradır ki, güya Qurandakı hər bir ayənin arxasında mütləq bir qalmaqal olmalıdır. Halbuki, usulü təfsil elmində hər kəs bilir ki, Quran ayələri iki cürdür. Birincisi, xüsusi bir sual və ya hadisə, məsələn, Bədir döyüşü olanda gələn səbəbli ayələr. İkincisi isə ibtidai, yəni heç bir hadisə olmadan sadəcə hüquq və əxlaq sistemi qurmaq üçün birbaşa nazil olan təşrii ayələr. Və çelikin bilmədiyi ya da bilib də manipulyasiya etdiyi fakt budur. Əhzab surəsinin bu ayələri məhz ibtidai ayələrdir. İbn Kəsirin, Təbərinin, Qurtubinin, Fəxrəddin Razi kimi nəhəng təfsir alimlərinin kitablarını açın. Orada peyğəmbərin filan zövcəsi filan kişi ilə danışdı kimi heç bir şayiə yoxdur. Sıfır. Çünki belə bir hadisə ümumiyyətlə mövcud deyil. Ateist dostumuz olmayan bir yalanı, mövcud olmayan bir hadisəni reallıqla sırmağa çalışır.
Gözü kör olan güneşi nə qınasın? Adam işığı görmək istəmir. Yaxşı, bəs ortada hadisə yox idisə, niyə belə bir xəbərdarlıq edildi? Bax, əsl sosiologiya buradadır. Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləm zövcələri sadə qadınlar deyildilər. Ayə onlara, siz hər hansı bir qadın kimi deyilsiz deyir. Onlar möminlərin anaları və dövlətin ilk xanımları idilar. Bəli, insanlar dini məsələləri öyrənmək üçün hər gün onların evinə gəlirdi. Çox sayda insanla ünsiyyət qurduqları üçün onların səs tonu maksimum rəsmi və qəti olmalıydı. Xüsusən də o dövrdə Mədinədə böyük bir münafiq, yəni ikiyüzlü şəbəkəsi var idi. O məhşur Abdullah ibn Übey və onun tərəfdarları, onlar İslamı hərbi yolla çöktürə bilmədikləri üçün Peyğəmbərin ailəsinə böhtan atmaqla cəmiyyətdə xaos yaratmağa çalışırdılar. Qadının incə səsini eşqbaza kimi yorub şayə yaymaq onlar üçün ən asan və iyrənc silah idi. Və Qurani-Kərim bu psixoloji təxribatın qarşısını necə alır? Əmr edir ki, rəsmi, qəti və ciddi danışın ki, qəlbində xəstəlik olanlar tamaha düşməsin. Bu, həm o ali xanımları, həm də bütün cəmiyyəti böhtanlardan qoruyan möhtəşəm bir müdafiə mexanizmidir. İşin ən heyrətəmiz tərəfi isə ayətəki psixoloji dərinlikdir. Qəlbində xəstəlik olanlar ifadəsi fiziki yox, əxlaqi və psixoloji şəhvət düşkünlüyüdür. Bəlkə Çevik bəy bilmir, amma bugün müasir qərb dünyasında böyük şirkətlərdə korporativ etika deyilən bir şey var. Dəqiq. İş yerlərində qadın və kişilərdən rəsmi ünsiyyət tələb olunur ki, sabah cinsi qısnama, yəni seksual harassment hadisələri və ya yanlış anlaşılmalar yaşanmasın. İslam dini bu mükəmməl ictimai intizamı və rəsmi ünsiyyət etikasını 1400 il əvvəl özü də cəmiyyətin ən ali təbəqəsindən başlayaraq qurub. Nəticə etibarilə dostlar, Çevikin o lovğa-lovğa dirdiyi sual tamamilə savadsızlığın və demagogiyanın məhsuludur. O faktları təhrif edir, olmayan hadisəni tələb edir və məntiqi alt-üst edir. Odur ki, belə şovmenlərə aldanmayın. Tarixi və dini mənbələrdən oxuyun. TikTok'dan yox. Bugünlük bizdən bu qədər. Gələn görüşlərə dək.